Salam değerli izleyiciler, həvəskar, təbiət və biologiya sevərlər. Bugün sizlərlə uzun bir aradan sonra 7-ci sinif biologiya KSG 5 paylaşacağım. Gəlin, başlayaq. Deməli, bizdə satılan heyvanları bədən örtüklərinin növünə görə uyğunlaşdırın. Mən əvvəlcədən buna baxmışdım. Buna görə də belə bir şey müəyyən etdim ki, burada sümük pulcuq gördüyünüz kimi bu gördüyünüz kimi uyğunlaşmır heç birindən. Ona görə bunun yerinə xanı balığı yazacağım. Yəni köpək balığını dəyişdirəcəyik. Yəni bunu xanı balığı hesab edəcəyik. Gəlin başlayaq. Deməli ilan. İlana burada baxsaq, biz öyrənmişdik ki, qəniləşmiş bir pulcuqları sahib idilər. Ona görə 1-ə nə gedəcək? E gedəcək. 1-ə Y variantı gedir. Daha sonra 3. Qartal. Qartal bilirik ki, quşdur və qanadlarında lələklərdir. Ona görə tük örtüyü bizdə B olacaq. Yanlışlıqla çox insan bura tük yazır, amma yanlış lələkdir. Xanı balığında sümük pulcuq mövcuddur. Dovşan. Dovşan məməlidir, onda tük olur. Tükdəki A variantıdır. Və qurbağa. Qurbağada isə çılpaq bir dəri var, o da D variantı. Davam edirik. Deməli, şəkildə göstərilən canlıya aid olan hissələri nə etməliyik? Yazmalıyıq. Deməli, burada bizə şəkildə həşərat verilib. Eyni şəkil kitabda da olmalıdır. Deməli, bizdə burada verilib, baxın bu hissədə üst çənə verilib bizə. Dəqiqə. Üst çənə. Sonra bizə buranı verib. Bura bizdə başdır. Niyə belə qələm yazır bilmirəm. Üzrlü sayın. Bura başdır. Daha sonra bizdən gözü istəyir. Bura gözdür. Daha sonra bura döşdür. Bura qarıncıqdır. Bura isə neştərdir. Nəsə qaldı mı? Xeyr. Devam edək. Deməli, bizdə mollyuskalardandır sual. Qarnayaqlı mollyuskalar, iki taylı mollyuska və başayaqlı mollyuskalara aid olan şeylərimiz var. Gəlin baxaq. Suda fəal üzən yırtıcı heyvanlardır. Təbii ki də bu avtomatik olaraq fəal üzən deyilsə, biz başayaqları götürəcəyik. Nümayəndələrin bir də Nautilusdur. Nautilus təbii ki də başayaqların nümayəndəsidir. Bədəni asimetrik quruluşa malik olub, spiral şəkildə burulmuş çanağın içərisində yerləşir. Bu qarın ayaqlılardır. Çünki iki taylılarda çanaq simetrik şəkildə olur. Lakin qarın ayaqları spiral şəkildə çoxunda burulur. Çoxunda deyil, əksərində burulur və bədənləri isə asimetrikdir. Daha sonra çanağın tayları xaricdən bağ vasitəsilə bağlanan tayları deyir və E variantı deyir ki, iki taydan ibarət çanağa malikdirlər. Təbii ki də bu ikisi də D və Y variantlarda gedəcək iki taylılar sinifinin nümayəndələrinə. Davam edək. Deməli, bir cədvəl doldurun. Maraqlı bir sualımız var. Gəlin, baxaq. Deməli, sabit bədən temperaturu varmı? Suda quruda yaşayanlar sabit bədən temperaturu yoxdur. Eyni şəkildə balıqlarda və sürünənlərdə də yoxdur. Lakin məməli və quşlarda sabit bədən temperaturu var. Çünki onlar soyuq iqlim şəraitlərini dözə bilirlər. Bədən hissələri, üzr istəyirəm. Deməli, sürünənlərdə bədən, baş, yazıram gövdə kimi, gövdə və ətraflardan ibarətdir. Lakin burada nədir? Balıqlarda. Balıqlarda isə baş, gövdə və əlavə olaraq
quyruq var. Sürünənlərdə baş, gövdə, ətraf, quyruq. Bu məməlilərdə də var. Quşlarda isə baş, gövdə, ətraf. Və vəzi növünü bizdən istəyir. Birinci nə idi? Suda quruda yaşayanlar idi. Suda quruda yaşayanlar balıqlarda selik. Gəl ümumi yazım. Bu ikisini də yazıram belə. Selik. Daha sonra bizə gəl sürünənlər. Sürünənlərdə vəzi yoxdur. Onların bədəni, dərilərin quru olur. Daha sonra quşlar olma, məməlilər. Məməllərdə bir çox vəzlər mövcuddur. Yəni tər vəzisi var. Tər. Daha sonra süd vəziləri var, qoxu vəziləri və s. var. Daha sonra quşlar. Quşlarda piy vəziləri mövcuddur. Ki bu da onları soyuqdan da qoruyur. Gəlin 5-ci suala baxaq. Yəni 5-ci sualda bizə deyir ki, doğru fikirlər seçməyimizi istəyirlər. Gəlin baxaq. Timsahların ayaq barmaqları pərdə yoxdur. Təbii ki də var. A variantı getdi. Bütün sürünənlər quruda yaşayır. Xeyr, suda yaşayan sürünənlər mövcuddur. Sürünənlərdən fərqli olaraq mənbələrin ətrafları bədən altında yerləşir. Bu doğrudur. Qonqurdunda çoxlu qılcıqları olur. Bu da doğrudur. Çünki həlqəvi qurdların çoxqıllılar sinfinə aiddir. Xəstələrin bədəni baş, gövdə ətraflarını təşkil olunur. Xeyr. Baş, döş və qarıncıqdan ibarətdir. Şəkildə göstərilən bədən formasına aid olan canlılar seçin. Deməli, bizə burada belə bir struktur verib və görürsünüz, çətir formasının bir quruluşu var. Və buradan da qolcuqlar əhatə olunub. Burada bu nəyə bizə yanlışadır? Təbii ki də meduzalar. Aurelia və hidra. Bizdə bağırsaq boşluğu sinfi nümayəndəsindədir. Hidrozoidlər sinfinə aiddir. Çılpaq biz zaten molluskadır. Krevetka xaçən kimlərdir? Tarantosa hörümçək kimlər? Bir də stravca meduza. Deməli, bədəni buğumlara bölünür. Bu həlqəvi qurdların xüsusiyyətidir. Bizə burada həlqəvi qurd və bağırsaq boşluğu ayırmamızı istəyir. Oturaq həyat tərzi nümayəndələri və poliblər məsələn bağırsaq boşluqlara gedir. Kiret nümayəndələri var bağırsaq boşluqlarda. Yəni poliblər yalnız suda yaşayırlar. Təbii ki də bağırsaq boşluqlar. Koloniyalı yaşayan nümayəndələr var. Yenə bağırsaq boşluqlar. Ağsız qolcuqlar əhatə olunmuşdur. Təbii ki də bağırsaq boşluqlar. Deməli, xaçən kiminlər, hörümçək kimlər, şiratlar. Mən bunu deyəcəm çünki qələmim çox qalındır, yerləşməyəcəklər. Deməli, xaçən kimlər deyə bilərik? Krevetka, langust, Məryəm qurdu. Daha sonra hörümçək kimlərə? Xaçlı hörümçək, qənə. Həşəratları deyə bilərik. Kəpənək, çəyirtkə. 9-cu suala baxırıq. 9-cu sualda şəkildə ətraf formasında malik olan canlıların adlarını yazın deyir. Biz burada birincidə at yazacaq. Niyə? Biz bunları kitabda da keçmişdik. Hətta mən izah etmişdim və quruluşlarını göstərmişdim. Bud, baldır sümüklərini və ətrafları, göstərən barmaq falanqalarını və s. Bu getdi. Burada balinanı göstərib. Baxın, siz bu sümükdən əlavə də, bax görürsünüz, balina kimi bir qanadı var. Qanada oxşuyur təbii ki də. Balina. Daha sonra deməli bizdə üçüncü olan isə çısbağadır. Yəni sırf kitabda yazılan belə bir şeydir. 4 qurbağadır zaten. Beşincidə isə bizə quş verilib. Deməli, son sualımıza baxırıq. 2 hörümçəkdə olan xəlisər sayı 3 hörümçəkdə olan pedipalp sayından toplamalıyıq bunları. Deməli, 2 hörümçəkdə olan xəlisər sayı. Bir hörümçəkdir. Gəl bunu tənasübdən eləyək. Əgər bir hörümçəkdə 2 dənə xəlisər varsa, 2 dənə hörümçəkdən x olar. Yəni, x bərabərdir 4-ə çarpacaq. Yəni, 4-ü yazdıq bura. Yer yoxdur deyə 4-ü yazıq, hesablamanı aparaq. Və 3 hörümçəkdə olan pedipalp sayı. Bir hörümçəkdə 2 pedipalp varsa,
3 örümcəkdə x dənə pedipalp var. Çarpaz vurduq. X bərabərdir 6. Yəni 6 dənə də pedipalp olur 3 dənə örümcəkdə. O da cavab verir 10. Deməli, dəyərli həvəskar biologiya və təbiət sevərlər. Bugün sizlərə 7-ci sinif biologiya fizika 5-i izah etdim. Ümid edirəm ki, bəyənmişsinizdir. Əgər bəyənmişsinizsə, bir like'ınızı atmağı xahiş edirəm sizdən. Deməli, bugünkü dərsimiz bu qədər. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənə qədər. Birdəki uşaqlar, dəyərli təbiət sevərlər, RFM müsabiqəsindən xəbəriniz var yəqin ki və nəticələr artıq bir həftə 10 gün olar çıxıb. Mən isə onlayn dedikdə, yəni YouTube-dan paylaşacağım video testlərlə təbiət fənnində RFM uşaqları hazırlaşdırmağı planlayıram. İstəsəniz kanalıma abunə olaraq, yəni bu videolardan xəbərdar ola bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənədək.